Cənub bölgəsinə yağan intensiv yağıntı bir sıra fəsadlar törədib. Yağış əsasən Astara rayonuna ziyan vurub. Ötən gün axşam saatlarından başlayaraq Cənub bölgəsində yenidən yağan intensiv yağıntı bütün rayonları əhatə edib. Sübh saatlarına dək davam edən leysan yağış daha çox Astara rayonunda ciddi fəsadlara yol açıb. Yağıntı nəticəsində dağlardan gələn sel suları yolları, bağları, piyada körpülərini yuyaraq aparıb. Təbii fəlakət nəticəsində yolumuz nə vəziyyətə gəlib çatıb ki, nə çapar qalıb, nə yol qalıb, nə bağ qalıb, heç nə qalmır. Sel gəldi, çapari, toğaları hamısı sitrosu pis vəziyyətə qoydu. Sel suları bir müddət sonra çəkilsə də yaratdığı problemlər hələ ki aradan qaldırılmayıb. Yolların bərbad vəziyyətə düşməsi sakinlərin rayon mərkəzinə gediş-gəlişində çətinliklər yaradıb. Ona yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bundan başqa sel suları torpaqda sürüşmə aktivliyini də artırıb. Dağlıq ərazidə yerləşən yaşayış evləri üçün təhlükə yaranıb. Təbii fəlakət nəticəsində bütün sellər, ev, torbalar hamısını söküb apardı. Sel bütün həyəti, bütün yolu, küçəni qasıb, bu vəziyyətə düşmüşük. Təbii fəlakət nəticəsində rayon ərazisində, xüsusən ucqar yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Pərvanə Əliyeva, İmran İqbalıqlu, Astara.